Danimarkalıların Xoşbəxtlik Sirri adlı bir kitab oxudum. Kitab adı Hüccə adlanır. Müxtəlif tür tələffüz edə bilərsiniz. Kitabda da Winnie-Puh'un dilindən vurgulandığı kimi xoşbəxtliyi tələffüz edə bilməzsiniz, amma onu hiss edərsiniz. Danimarkalılarda xoşbəxtliyin gələcəkdə nə vaxtsa biz gözləyən bir talih yox, bizim özümüzün yarada biləcəyimiz gündəlik kiçik zövqlərdə, əyləncələrdə gizli olduğuna inanırlar və onlar öz hüccələrini, öz xoşbəxtlik anlarını yaratmağa fokuslanıblar. Onların bir adət-ənənəsidir sanki bu. Nədir hüccə? Yəni sən nə ilə xoşbəxt olursan? Məsələn, dostundan çay içəndə, o zaman dostundan çay içmək üçün bir vaxt ayır. Kitab oxuyanda, kitab oxumaq üçün vaxt ayır. Kofe içəndə, yanan sobanın ətrafında soyuq havada oturub ayaqlarını isidəndə. Yəni bunların hamısı bu kiçik anlayışlar onlarda xoşbəxtlik olaraq hesab olunur və onlar hüccəni bir sanki ayin kimi qeyd edirlər. Onlar xüsusən də evlərin dekorasiyasına buna çox önəm verirlər. Evlərində hətta hüccə köşələr olur. Evin işıqlandırması, evin mebelləri, evin dekorları hamısı bu hüccəyə hesablanıb. Onlar daha çox taxta parçalardan istifadə etməyi, daha vintage üsullardan evi dekor eləməyi sevirlər. Hətta bu kitabda siz onların geyim tərzləri, ev dizaynları, onların qohumluq əlaqələri, dostluq əlaqələri, gəzintiləri, inancları, hər bir qidalanma ilə bağlı çox maraqlı məlumatlar var. Hətta burada çoxlu yemək reseptləri var. Bizə uyğun olmayan, yəni inanclı insanlara, İslam dünyasına uyğun olmayan hissəsi onların içkidən və donuz ətindən çox istifadə edilməyidir. Amma orada müəllif də qeyd edir ki, siz bunu başqa ətlə, başqa içki ilə də əvəz edə bilərsiniz. Nəyə görə Danimarka həmişə xoşbəxt insanlar sorğusunda, siyahısında, anketlərində top 3-dədir və adətən top 1-dədir. O da əsaslandırılır və onu hüccə anlayışına bağlayırlar. Çünki hüccə anlayışında müəyyən bir səviyyədən sonra, müəyyən bir maddi imkandan sonra artıq xoşbəxtlik pulun artmasından yox, sənin sosial ilişkiləri ilə, sosial münasibətləri ilə, sosial aktivliyi ilə hesablanır, vurğulanır və burada mənim sevdiyim hissələrdən birisi də qohumlara, valideynlərə, dostlara ziyarət eləmək, onlarla tez-tez vaxt keçirmək, bunun insanın qazancına da bərəkət qatdığının vurğulanmasıdır. 285 səhifəlik bir kitab olsa da şəkillərlə və qrafiklərlə zəngin olduğuna görə yazı hissəsi təxminən 150 səhifə olaraq çox əyləncəli, öyrədici bir kitabdır. Fərqli bir xalqın, fərqli bir millətin, fərqli bir ölkənin və adət-ənənəsini, yaşam tərzini yaxından tanıyırsınız. Sanki Danimarkaya səyahət etmiş kimi olursunuz. Gələcəkdə Danimarkaya getmək fikriniz varsa və yaxud da olmuşsunuzsa, əminəm ki, bu kitabı oxuduqdan sonra onları daha yaxşından tanıyacaqsınız və gələcəkdə onlara qonaq olsanız, onların ənənələrini daha yaxşı hiss edə biləcəksiniz. Hələlik növbəti kitablarda görüşmək ümidi ilə.